Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Sabirabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Sabirabad rayonunda suvarmanı mütəşəkkil təşkil etmək üçün meliorativ tədbirlərini uğurla davam etdirir. İdarə tərəfindən ötən il olduğu kimi bu ildə əkilən kənd təsərrüfatı bitkilərinin normalara uyğun olaraq suvarılması həyata keçirilir. 71.240.000 hektar əkin sahəsinə xidmət edən idarənin balansında ümumi uzunluğu 2422 kilometr olan suvarma kanalları, 3441 kilometr kollektor dren şəbəkəsi, 94 nasos stansiya və 8668 ədəd hidrotexniki qurğu mövcuddur. Su itkisinin qarşısının alınması və suvarma suyunun maneəsiz olaraq əkin sahələrinə çatdırılması məqsədi ilə suvarma kanalları lildən təmizlənir və beton üzlüyə alınır. İnamla deyə bilərik ki, suvarma mövsümü uğurla başa çatdırılmış, bol kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 2025-ci ildə 959 kilometr su kanalı, 296 kilometr kollektor drenaj şəbəkəsi lildən təmizlənmiş, eyni zamanda nasos stansiyalarında təmir bərpa işləri icra olunmuşdur. Su itkisinin qarşısının alınması üçün təsərrüfatlararası kanallar, beton üzlüyə alınma işləri icra olunur. Bu da su istifadəçilərinin suvarma suyundan maksimum qənaətlə və mütəşəkkil istifadə olunmasına şərait yaradır. Hal-hazırda Yazara kompaniyası uğurla həyata keçirmək üçün potensial bazamız vardır. Rayonumuzun bütün kəndlərində lildən təmizləmə işləri ilə yanaşı Kür çayı boyunca yerləşən nasos stansiyalarında lazımi tədbirlər icra olunur. Sabirabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması üçün bütün şərait yaradılıb. Hər il əkdikləri bitkilərdən bol məhsul əldə edən fermerlər 2026-cı ildə də məhsuldarlığın artacağını düşünürlər. 60 yaşım var, fermer tərəfindən məşğulam, əkinçiliklə məşğulam. Hal-hazırda 18 hektar ərazim var. Fermer kimi taxıl, yonca, pambıq əkirəm. İndi bu əkdiyim yer pambıq yeridir. Təkrarən taxıl əkmişəm, hal-hazırda suvarmışam. Səbsi alətdə çıxışını da almışam. O tərəfdəki yerimiz yoncadır, köhnə yonca, arpa. Pambıq yerinə də arat eləmişəm. Vaxtı-vaxtında kanallarımız ildən təmizlənilir. Direnlər də qazılır, su kanallarımız təmizlənir, hamısı. Vaxtı-vaxtında suyumuzu suvarırıq. Yəni problemimiz yoxdur, su barədən problemimiz yoxdur. Allah yenə deyirəm, prezidentimizi uzun ömür, can sağlığı versin. Vaxtı-vaxtında işlərimiz yerində gedir. Əhalinin keyfiyyətli, dayanıqlı içməli su ilə fasiləsiz olaraq təminatı üçün Sabirabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi işlərini günün tələblərinə uyğun qurub. Rayonda ümumi su şəbəkəsinin uzunluğu 210 kilometr, kanalizasiya şəbəkəsinin uzunluğu isə 15,5 kilometrdir. Magistral xətlər 56 kilometr, məhəllə daxili xətlər isə 154 kilometr təşkil edir. İçməli su sahəsində fasilələrin yaranmaması üçün su xətlərində baş verən qəzalar operativ şəkildə aradan qaldırılır və su təminatı bərpa edilir. Sabirabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi əkin sahələrini suvarma suyu ilə təmin etməklə bərabər əhalinin içməli su təminatını da həyata keçirir. Xidməti ərazimizdə 9164 abonentin içməli su təminatı, 2 ədəd 5000 kubmetr tutumu olan ambarlar və uzunluğu 156 kilometr olan su xətləri vasitəsilə aparılır. Bundan əlavə kəndlərdə yerləşən 49 ədəd modul tipli su təmizləyici qurğulardan qidalanan 1276 bulaq vasitəsilə əhalinin içməli su təminatı ödənilir. İdarənin istismar tədbirlərinə uyğun olaraq sayğaclaşma, qəza bərpa, tullantı sularının kərarlaşdırılma işləri vaxtı-vaxtında icra olunur. Qeyd edək ki, idarənin balansında 1104 ədəd modul tipli qurğularda olan bulaqlar, 172 ədəd dəyəri ödənilməyən ictimai bulaqlar və rayon ərazisindəki çirkab suları kənarlaşdırmaq üçün 3 ədəd kanalizasiya nasos stansiyası mövcuddur.